Və sonra müəllif gətirir ki, hansı heyvanların qurban kəsilməsi əfsəldir? Cümhura görə ən əfsəl dəvə kəsməkdir. Sonra inək və sonra qoç, qoyun, aydındır. Və dəlil nə gətirirlər? Qavluhu sallallahu aleyhi və səlləm Mən iğtəsələ yevməl cüm'ati ğusləl cənabəti əv kə ğusləl cənabəti mənası Thumma râhə fəkəənnəmə qarrada bədənətən Kim cümə günü cənabətinə oxşayan bir qusul alarsa, yəni kamil bir qusul kimi alarsa, cənabət qusuluna oxşayan, yəni cümə qusulu alarsa, sonra cümə namazına birinci saatda, birinci vaxtda gedərsə, sanki dəvə qurban kəsmişdir. Və kim ikinci saatında gedərsə, sanki inək qurban kəsmişdir və kim üçüncü saatında gedərsə, sanki qoç qurban kəsmişdir. Hədis bilirsiniz ki, əxrəcəhül Buxari və Müslim, hədis səhihdir. Buradan ulema fayda çıxardır ki, bu tərtibə görə kəsilən qurbanlar arasında ən əfsəli dəvə, sonra inək, sonra qoçdur. Həmçinin Əbi Zərrin hədisi də buna dəlalət edir. Nəbiyyullah sallallahu aleyhi ve sellem soruşurlar ondan hansı azad olmuş kölələr və yaxud da ki, boyunlar və yaxud da ki, daha əfsəldir. Fəəyyur riqabi əfdal dedi ki, əğləhə təmənən, daha qiymətli olanlar və ənfəsühə indi əhlihə və onun əhlinin yanında ən nəfis olanları daha əfsəldir. Təbii ki, dəvə daha bahalıdır. Buradan da fayda çıxardır. Baxma ki, hədisin məğzi riqabda gedirdi, azad olmuş kölələr arasında gedirdi. Onlarda da, misal üçün, azad olmuş kölələr arasında ən əfsəli, ən bahalı köləni azad edəndə daha böyük savab olur, nəinki ucuz kölə. Buradan fayda çıxardırlar ki, qurbanlarda da eynidir. Yəni, qurbanlarda da eynidir. Yəni, dəvə ən bahalı heyvandır. Sonra inək, sonra qoç və buna görə də ağla həthəmənən, Peyğəmbər sallallahu əleyhi və səlləmə görə qiyməti bahalı olan və öz əhlində daha çox xoş olan, əziz olan, nəfis olan. Və qalə Məlikiyyə əfzaluhəz-za'nu thumməl-bəqar thumməl-ibr. Ancaq bu tərtibi pozan uləmalardan da var. Fəzilət babında dedilər ki, xeyr, qoç daha əfsəldir, sonra inək, sonra dəvə. Bu da İmam Məlikin görüşüdür. Və İmam Məlikiyyə məzhəbində olan uləmanın görüşüdür. Dəlil də nə gətirdilər? Peyğəmbər sallallahu aleyhi ve səlləmin qurbanını. Dedilər ki, fədahhə bikəbşeyn əmləhəyn. Allah Rasulü sallallahu aleyhi ve səlləm iki ağ, iri, kök, qoç qurban kəsdi. Hədis bilirsiniz ki, səhihdədir. Və dedilər ki, ona görə bu babdan biz onu daha əfsəl seçdik başqa heyvanlardan. Və sanki Məlikiyyə məzhəbinin uləması qurbanın fəzilətini ətin dadına nisbət edir. Çünki ətlər arasında təbii ki, qoç əti, yəni qoyun əti daha dadlı olur, nəinki inək və dəvə ətləri. Və həmçinin dəlillərdən, kitabdan dəlil وَفَدَيْنَاهُ بِظِبِحٍ عَظِيمٍ ayət-i kəriməsi. Ayət-i kərimə Saffat surəsi 107-ci ayətdə və biz onu yəni İsmailı böyük bir, əzəmətli bir qurban ilə əvəz etdik, fəda etdik. O qurbanda qoç gəlmişdir. Alə kulli hal, əziz qardaşlar, cümhurun görüşü daha səhihdir. Niyə görə? Çünki fərz eləyin ki, fərq var, uləma fərq qoyur. Dəvəni tək başına kəsən insanla müştərək kəsən, inəyi tək başına kəsən insanla müştərək kəsən məsələsi burada ortaya çıxır və beləliklə məsələyə aydınlıq gətirir. Əgər insan dəvəni tək başına kəsirsə, şübhəsiz bu ən əfsəl qurbandır. Aydındır. Həmçinin inəyi tək başına müştərəksiz kəsirsə, bu ən əfsəl qurbandır. Bu zaman qurbanı onun qoçdan da iri, buynuzlu, yəni qoyundan da əfsəl olur. Ancaq yox. Ulema deyir ki, müştərək kəsənlər, yəni 7 nəfər dəvəyə, 7 nəfər inəyə kəsənlər tək başına iri bir buynuzlu qoç kəsən, qoyun kəsəndən daha əfsəl ola bilməz. Beləliklə, iki görüşün arasını cəm elədik. Sonra qurbanların bu qoçdan söhbət gedir, yəni qoyundan söhbət gedir. Hansıları daha gözəldir qurban kimi kəsilməsi? Təbii ki, Dahhə bi kəbşeyn əmləheyn hədisi, Allah Rasulü sallallahu əleyhi və səlləm səhihdə gələn hədislərdə o iki ağ, iri, yəni kök, qoç qurban kəsdi. Dedilər ki, ağ qurbanlar afra da səudədən daha əfsəldir. Afra nədir? Afra, demək, ağ bildik. Tamamilə qurban ağdır, heyvan ağdır, köktür, iridir və iri buynuzludur, qoç. Bunlar ən əfsəldir qoyunlar arasında. İkinci sırada gəlir əl-əfra. Əl-əfra gözlərinin yanı qara xallardır. Burnun üstündə qara xal var, ancaq özü ağdır. Qarnın altında qara xallar var, ayaqları qaradır, ancaq özü ağdır.
Bu sonra ikinci növbədə gəlir. Üçüncü də qara. Başdan ayağa xalis qara. Şübhəsiz ki, ən əfsəl birincidir. Olmayanda ikinci, olmayanda da üçüncü. Bunun da tərtibini təbii ki, sünnədən götürüblər hədislərdən. Həmçinin Ayşə anamızın hədisində Allah Resulü sallallahu aleyhi ve sellemin kəsdiyi qurbanlar arasında əl-afra da olub. Və bu hədisdə deyir ki, Ayşə anamıza bıçaq gətirir və onun heyvanı afra olur. Yəni, burun üstü qara olur, gözlərin ətrafı qara olur, ayaqları qara olur, bütün özü isə ağ olur. Və Allah Resulü sallallahu aleyhi ve sellem onu uzandırıb kəsir. Hədisdəki Ayşə anamızın hədisi İmam Müslim rivayətində Əmara bi kəbşin əqrana yat'anu fi səvadin və yəbruku fi səvadin fəətə bihi lüzahhiyə bihi. Və burada həmin qurban vəsf olur. İmam Nəvavi belə onu şərh edir. O, həmin heyvandır ki, ayaqları qara, özü ağdır. Qarın nahiyəsinin alt hissəsi qara, yəni də özü ağdır və özü ağ olsa da burnu və gözlərin ətrafı qaradır. Bu heyvana məhz nə deyilir? Əfra. Bu qədər kifayətdir. İnşallah əhkamlar davam edəcək. Hədə və sallallahu alə nəbiyyə Muhammedin və alə əlihi və sahbə əcməin. Bu dərs sizə ixlasla.com saytı tərəfindən təqdim olundu.